Salam, danışırıq deməli Teymurilər dövləti haqqında. Monqol dövlətinin parçalanması nəticəsində Çingizxan dövləti oğulları arasında bölüşdürür. Onlardan biri olur Çağatay ulusu. Çağatay ulusu Monqol uluslarından biri olub Mərkəzi Asiya, Xarəzm, Mavərənnəhər ərazilərini əhatə etmiş. 14-cü əsrdə Moğolistan və Mavərənnəhər parçalanır. Teymur əvvəllər Səmərqənd Bəlx hakimi Əmir Qazanində xidmət etmiş. Sonra Əmir Hüseynin yanında xidmət etmiş. 1365-66-cı ildə Mərkəzi Asiyada Monqol zülmünə qarşı baş verən Sərbədarlar üsyanını yatırmış. 1370-ci ildə Teymurilər dövlətini yaratmışdır. Teymurilər dövlətinin paytaxtı Səmərqənd və Herat şəhəri olmuşdur. Teymur dövlətini Turan dövləti, özünü isə Sultan adlandırmışdır. Teymurun yürüşləri 14-cü əsrin 70-ci illərdə Mərkəzi Asiyanı tutur. Qafqazın və Qazaxıstan tutulması Qızıl Ordu hökmdarı Toxtamışla mübarizəyə səbəb olmuşdur. Sonra Teymur 1398-ci ildə Hindistana yürüşür, Delhi sultanlığını məğlub etmişdir. 1402-ci il Ankara döyüşündə Osmanlı dövlətini məğlubiyyətə uğratmış, 1405-ci il Sinə yürüş ərəfəsində vəfat etmişdir. Teymurdan sonra hakimiyyətə gəlir Şahrux. Şahrixin dövründə paytaxt Herata köçürülür. Şahrux deməli Qızıl Ordu Osmanlı dövlətindən Çinlə iqtisadi əlaqələr saxlamış. Teymurilər dövlətində Teymurun qanunları adlı qanunlar toplusu qəbul edilmiş. Teymur intibahı dövrü Şahrixin dövründə daha yüksək inkişaf etmişdir. Yəni dövlətdə inkişaf baş vermişdir. Şahrux eyni zamanda Qaraqoyunlu dövlətini asılı salmışdır. Sonrakı dövrdə hökmdar olur Uluqbəy. Uluqbəy həm də astronom olub, Osmanlı dövlətindən ticarət əlaqələri saxlamışdır. Sonuncu qüdrətli hökmdar olur Hüseyn Bayqara. Hüseyn Bayqara şeypanlarla mübarizədə qalib gəlsə də, sonrakı dövrdə, yəni 1507-ci ildə Teymurilər dövləti Şeybanlılar tərəfindən süqut etmişdir. Teymurilər dövləti inzibati cəhətdən uluslara bölünmüşdür. Teymur mövzusu bundan ibarət idi. Sağ olun.